Mən indiyə qədər bu qədər yaşamışam, bu çətinliyi görməm. Qardaş, əşinə həyətimdə 3-5 dənə pomidor çolaşarım, xiyar çolaşarım. Bu günləri mən xiyar alıb yeyə bilmirəmsə, pomidor alıb yeyə bilmirəmsə mən şəxs, mən nə üçün yaşayıram ki burada? Mən Mirzə Niyaz Mirzəgüloğlu 1961-ci ildə Sarıbad rayon Sarxanbəli kəndindən anadan olmuşam. Hal-hazırda 66 yaşın içindəyəm. Mən indiyə qədər bu qədər yaşamışam, bu çətinliyi görməmişəm. Çox çətinlikdir. Adnadağlı vəziyyətdir burada. Düşmüşük blokadaya. Yol tərəfdən bir, sudakı vapşey də başqa dürdü də, yadır utusundan. And olsun Allahın kərəmin adından tutundan biz qırılırıq burada. Bu kanala su axırını da verilib. Belə götürsün, su gəlib bunun içərisinə bir dəfə, gəlib yox olub yenə. Məsələn, 1-2 gün, bu da az miqdar, heç bir kanala, həyətə gedən kanala su çıxmayıbdır. Olub beləncək. Amma qaldın ki, sırf 2 aydır burada su yoxdur. 2 aydır bu yay mövsümündə bir qurtum da olsun, bir qaşıq da olsun burada su olmayıbdır. Yanıb gedib hamısı, bağ-bağat da yanıb, çimək də yoxdur. 24 kilometr kənardan su gətiririk maşının vasitəsilə, o da baha başa gəlir. Heç türlü mümkündür. Su olar. Su basinamız da var, qurğumuz da var, su qurğumuzda, işləkdir, hər bir şey varımızdır. Amma təkdə su yoxdur, kanala su gəlmir. Kanala suyumuz gəlsə, su qurğumuz da işləyər. Mirzə Rahib Asladoğlu. Yəni bir də dövlətimiz haş kanal çəkdi, verdi bizə istifadə üçün, yenə biz ondan bəhrələnə bilmirik. Yəni qəti bəhrələnə bilmirik, bu aydın məsələdir. Bizdən yuxarı Şəhid Moranlı kəndidir, get orada baxa bilərsiniz. Yəni bugünkü gündə orada da su yoxdur. Yəni həmin haş kanalını hara döndəriblər, nə ediblər, kim eləyibsə, onu Şafi müəllim bilər, Allah bilər, özü bilər. Bizim kanalımızın vəziyyəti budur. Elə ağzımızı açsan kimi bir dənə Hyundai gətirirlər, traktor buraxdılar kanala, qaza gedir. Bu nə qazır, özümüz də anlamırıq. Ay gəlib heç Allah xətanca bizə kimə su versinlər, xahiş edirik. Yəni su verilsə kanalın özünə su verilsə əlbəttə ki, suyumuz olub, toyuq saxlayarıq, cücə saxlayarıq. Qardaş, əşinə həyətimdə 3-5 dənə pomidor çolaşarım, xiyar çolaşarım. Bu günləri mən xiyar alıb yeyə bilmirəmsə, pomidor alıb yeyə bilmirəmsə mən şəxs, mən nə üçün yaşayıram ki burada, bu kətdə? Bu kətdə mən qalmağın səbəbi toyuğum olmalı, cüzəm olmalı, heyvanım olmalı, malım olmalı ki, mən də yaşamaq üçün. Bugün mənim heyvanım yox, toyuğum yox, cüzəm yox, suyum yoxsa, su olmayan yerdən nə yaşayış ola bilər? Suyumuz yoxdur, qəti bizə yəni su gəlib çıxmır. Artıq dərəcədə xahiş edirik. Sarxanbəli kənd sakini Ağayev Yaşar. Yəni bizim problemimiz su problemidir. Kanalın vəziyyətini özünüz gördünüz. Kanal qazılıb, elə hər sudan şikayət eləyəndə, sudan harasa gedəndə gəlib bir süki ilə, ekskavatorla kanalı qazırlar. Günü-gündən kanal böyüyür, düşür dərinə, ancaq su yoxdur. Dövlətimiz bizim bu su çətinliyimiz olduğuna görə biz üçün neçə milyon, deyim ki sənə, pul ayırdı. Biz üçün beton kanal çəkildi. Xaricdən nasoslar gəldi. Dedilər ki, da su problemimiz həll olacaq. Şəxsən mənim həyətimə 6 ildir, 7 ildir su getmir. Yəni bizim də su işlətməyə, malımıza, heyvanımıza, toyuğumuza, düzəmizə suyun hamısını pulla alırıq. Onu da çatdıra bilmirik. İndi mən bu su idarəmizin müdürü Şafiq müəllimlə, su nazirlikdən, nə bilim, adiyyəti qurumlardan xahiş eləyirəm. Bizə köməklik göstərsinlər. Heç olmasa ayda 2 dəfə, 3 dəfə bizim bu kanalımıza içməli su vursunlar ki, bu cəmaat da bundan istifadə eləsin. Həyət yanaları əkilib, çöl torpaqlarımız hamısı o kəndin qırağı ilə gedən Şor kanaldan suarılır. Məlumat üçün bildiririk ki, Sarxanbəli kəndinin əraziləri rayonumuzun cənub tərəfdən ən ucqar əraziləridir. Demək olar ki, o kənd su mənbəyi, yeganə su mənbəyimiz olan Kür çayından həmin kəndin pay torpaqları 35-37 kilometr ucqarda yerləşir. Həmin kəndə suvarmanın pik vaxtları, yəni yay aylarında suvarma suyu ciddi qrafiki qaydada çatdırılır. Belə ki, Kür çayından götürülən su Azlıqədi nasos stansiyasından Haş beton kanal şəbəkəsi ilə 22 kilometr nəql olunur, Moranlı kəndinə yaxınlaşdırılır. Həmin kənddən ikinci pilləli nasoslar vasitəsilə növbəli qrafiki qaydada təsərrüfatlara və kəndlərə, Moranlı, Sarxanbəyli və Surxayoba kəndlərinə verilir. Həmin kəndlərdə vegetasiya suvarması zamanı
əsasən pambıq əkinlərinin suvarılmasına üstünlük verilir. Kəndə içməli su son dərəcə ciddi qrafik qaydada çatdırılır. Belə ki, müəyyən müddətə Moranlı kəndinə həm içməli su, həm pay torpaqlarına və müəyyən müddətə Sarxanbəyli kəndinə həm içməli su, həm pay torpaqlarına. 10 gün bu kəndə verilir, 10 gün digər kəndə verilir. Bu qrafikin tətbiqi, bir daha qeyd edirəm, yay aylarında olur, son dərəcə ciddi qrafiki qaydada olur.